Səhər saatlarından etibarən təbibin binasının qarşısında 40-a yaxın şikayətçi stomatoloq etiraz üçün toplaşmışdı. Şikayətçilərin iddialarına görə təbib rayon poliklinikasında fəaliyyət göstərən həkim stomatoloqlardan 1200 manat, şəhər poliklinikasında fəaliyyət göstərənlərdən isə 1800 manat aylıq ödəniş tələb edir. 2 həftə bundan qabaq qeyri-rəsmi olaraq təbibdən belə bir qərar çıxardıblar ki, işlədiyimiz yerlərdə, dövlət klinikalarında işlədiyimiz yerlərdə özümüzə icarəyə verilməsi ilə əlaqədar olaraq pul ödəməliyik. Rayon poliklinikalarında 1200, şəhər poliklinikalarında isə də 1800. Belə çıxır ki, bunlar qeyri-rəsmi şəkildə bizdən pul yığırlar. Öz aldığımız stomatoloji qurğularla, öz aldığımız stomatoloji materiallarla biz hər bir əziyyəti özümüz çəkirik. Bunlar da yatıb durur, hərdən bir belə bir qərarlar çıxardırlar, bizi incidirlər. Bizdə təbib iclas keçiribdir, bizim baş həkimləri yığıb və deyib ki, hər bir stomatoloq 1800 manat pul ödəməlidir aylıq olaraq. Və biz də bu günləri stomatoloqlar yığışmışıq ki, görək biz 1800 manatı axı nəyə görə ödəməliyik və biz bunu hardan qazanmalıyıq və necə ödəməliyik? Və deyirlər ki, əgər ödəniş olmasa, ola bilər iş yerlərində ixtisara salmalar olacaq. Stomatologiyanı da salsınlar sığortaya, necə ki dünyada bu belə təsdiqlənibdir. Heç yerdə eşitməmişəm ki, stomatoloq hansısa məbləği faiz verməlidir. Elə belə bir şey dünyada yoxdur. Bu bizdə nəyə görə, nəyə əsasən? Biz onu bilmək istəyirik ki, bu nəyə əsasən? Deyir, restoran pulunu sən verməlisən. Axı biz özəllərdə ayda arenda pulu 600 manatdır. 3 həkimin pulunu biz uşağa nə deyərək biz o pulu ödəyək? Həkim stomatoloqların toplaşmasından sonra təbib onları qəbul eləyərək şikayətlərini dinləyib. Problemlərimiz var idi ki, bəli, bu 1200 manatı şəxsən mən bölgədə olaraq onu ödəməyim qeyri-mümkündür. Onlar bizə dedilər ki, 1200, 1800 məbləğ yoxdur. Hər xəstəyə qəbul üçün 5 AZN-dir. Yəni ən azından ay ərzində 10, 15, 20 xəstə görsətsəz kifayət edir ki, bəli, bunlar yəni pasiyent qəbul eləmək potensialında olan həkimlərdir. Qurumun təbibin mətbuat katibi Zamirə Ədilova bildirib ki, stomatoloji xidmətlərə dair kassa, post terminallar vasitəsilə bank ödənişləri vasitəsilə həyata keçirmələr olmalıdır. Bu, maliyyə şəffaflığının təmin edilməsi üçün vacibdir. Təbibin tabeliyində fəaliyyət göstərən bütün tibb personalına göstərilən dəyərlə bərabərdir. Biz onların narahatlıqlarını anlayırıq və açıq platformada, açıq müzakirələrdə onların fikirlərini dəyərləndirməyə və eşitməyə hazırıq. Hazırda da və gün ərzində də stomatoloqların hər biri ilə qrup şəklində danışıqlar aparılacaq, onların fikirləri dinləniləcək və yekun olaraq qeyd etməliyəm ki, hazırda əlimizdə konkret plan, təklif və yaxud rəsmi qərar yoxdur. Hələ müzakirələr aparılır. Müzakirələrin nəticəsində ən optimal qərar qəbul ediləcək, maliyyə şəffaflığı təmin ediləcək, eyni zamanda infrastruktur daha da yaxşılaşdırılacaq. Qərar qəbul olunarsa, bir vahid qiymət cədvəli olarsa, bu regionlara və paytaxta görə dəyişəcək. Amma hazırda hər hansı bir konkret rəqəmdən söhbət getmir. Təbibin mətbuat katibi həmçinin bildirdi ki, atılan addımların hər birinin əsas məqsədi xidmət keyfiyyətinin daha da yüksəldilməsi, əhaliyə əlçatan və keyfiyyətli stomatoloji tibbi xidmətin göstərilməsidir. Tələb olaraq deyirlər ki, güya səhiyyənin fəaliyyətini gücləndirməkdən ötəri, rifahı, əhaliyə yüksək keyfiyyətli nətər deyək, yüksək keyfiyyətli xidmət göstərilməsi olacaqdır. Biz də vallahi neçə illərlə işləyirik, biz heç vaxt görməmişik bunu. Hər şeyi özümüz təmin edirik. Söz olaraq da qalıb. İndən sonra da söz olaraq qalacaqdır. Sadəcə olaraq bunlar bizim hesabımıza öz varlarını daha da artırmaq istəyirlər. Nərminə Kəmalova, Xaliq Babayev, APA TV.